Salam izləyicilər, mən bir mühüm məsələ üçün Azərbaycan Respublikasının cənab prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət etmək məcburiyyətində qalmışam. Mən Qurbanov Bəxtiyar Əli Qismətoğlu, keçmiş Ağdərə rayonunun Məlihli kənd sakini və eyni zamanda ictimai fəal və şəhid evladı. Buradan müraciət edirəm Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə. Ona görə ki, cənab prezident, siz həmişə çıxışlarınızda deyirsiniz ki, yerlərdə olan dövlət qurumları haqsız olduğu halda mənə siqnal ötürün, mənə müraciət edin. Cənab prezident, nəzərinizə çatdırım ki, 7-8 ildir ki, bəlkə də artıqdır, yadımdan çıxıb. Deməli, mən Bərdə rayon Qaz İdarəsində müqavilə əsasında işinə təmin olunmuşdum. Çilingər köməkçisi. İşlədiyim müddətdə heç bir nöqsanım olmamışdı. Daimi öz işimdə işləyirdim. 2025-ci il aprelin 7-sində mənə bildirdilər ki, bəs sizə işinizə xitam gəlib. Yəni getdim ki, tabelə qol çəkəm. Dedilər ki, işinizə xitam gəlib. Səbəbini deyəndə dedilər ki, DOST mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin ərzində olan DOST mərkəzi sizi işdən azad eləyib. Yəni mən biləni bu çox qanunsuzluqdur. Yəni vətəndaşa xəbərdarlıq eləməmiş 3 ay qabaq işdən azad eləmək. Vətəndaşı bir işlə təmin eləyərlər. Ondan sonra işdən deyərlər ki, azad eləyərlər. Bu, yəni haqsızlıqdır. Yəni tək mən yox, Azərbaycan Respublikasında bu hadisəyə yüzlərlə vətəndaşın yəni başına gəlibdir. Buna görə mən müraciət edirəm yenə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Mehriban xanıma, birinci vitse-prezidentə, Milli Məclisdə, Baş nazirə, nə bilim, adiyyəti olan dövlət qurumlarına müraciət edirəm ki, bu həqiqətən haqsızlıqdır. Özdəki şəhid ailəsinə qarşı. Axı cənab prezident deyir ki, şəhid ailələrinə diqqət, qayğı olmalıdır. Hətta istər özəl, istərsə dövlətdə. Yəni onlar iqtisar olmalı deyil. Mən ayın 7-sindən bu günə qədər hırsimdən dəfələrlə stres keçirmişəm ki, bu nə qurumdur, bu nə haqsızlıqdır. Bizim dövlətimizdə biz şəhid vermişik, can qoymuşuq. Mən 17 yaşım vardı, mənim əlimdə quş tüvəyindən gedib ermənlə savaşanda. Bu haqsızlıqdır. Bu məsələ haqqında xahiş edirəm. Buradan müraciət edirəm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə. Xahiş edirəm, bunu məsələ haqqında bir ölçü götürüb tədbir görəsiniz. Belə qanunsuzluq olmaz. Biz şəhid evladlarını narazı salırsınız. Biz də hökumətimizdən inciyirik ki, biz müstəqil dövlətdə yaşayırıq. Azad ölkədə yaşayırıq. Bizim haqqımızı, hüququmuzu qorumaq dövlət qurumlarının işidir. Biz müraciət eləməliyik dövlət qurumlarına ki, bizim haqqımız pozulub. Əgər bir halda ki, dövlət qurumları bizim haqqımızı pozursa, biz kimə müraciət eləyək? Dərdimizi kimə deyək bu ölkədə? Heç olmasa baxın da Türkiyəyə. Türkiyəyə baxın da, Türk dövlətinə baxın, görün ki, şəhid ailələrinə necə münasibət göstərirlər? Qazilərə, veteranlara necə münasibət göstərirlər? Biz dərdimizi kimə deyək? Nağaraq. Mən bu məsələ haqqında sənədlərimi də DOST mərkəzinə yollamışam. Hal-hazırda baxırlar. Yəni bu çox, həqiqətən mən çox stres keçirdim. Bu saatda dava dərman atıram. Belə haqsızlıq olmaz. Ay cənab prezident, siz deyirsiniz ki, bölgələrdə olan haqsızlığa qarşı, ölkədə olan haqsızlığa qarşı mənə siqnal ötürün. Mən də bir vətəndaş olaraq, bir şəhid evladı olaraq sizə buradan müraciət edirəm, xahiş edirəm. Mən neyniyim? Mənim 50 yaşım var.
Mən gedim harda işləyim, harda iş tapım, nağarım, neyniyim? Yəni vəziyyətim çox acınacaqlıdır. Mən işləyirdim, mənim nöqsanım yox. Heç bir xəbərdarlıq eləmədən məni işdən çıxardıblar. Axı biz dövlət həm də bizim dövlət babamızdır. Biz babamıza müraciət eləməliyik ki, ay dövlət, yəni bizə köməkdarlıq eləyək, işlə təmin eləməlidir. Dövlət eləməlidir vətəndaşı işlə təmin eləmək. Yoxsa elə öz bildiyi kimi vətəndaşı işdən çıxartmaq bu haqsızlıqdır, qanunsuzluqdur. Əziz izləyicilər, əziz vətəndaşlar, əziz mətbuat işçiləri, dövlət qurumları, mənim səsimi eşidən hər bir vətəndaşdan xahiş edirəm bu məsələyə qiymət verəsiniz. Mən bunu sosial şəbəkələrdə çəkib paylaşacağım. Artıq dərəcədən xahiş edirəm şəhid ailələri, qazilər, veteranlar, xahiş edirəm mənə dəstək olasınız. Bu haqsızlığa hamımız birlikdə olaq, bu haqsızlığın qarşısını alaq. Biz ölkə üçün, vətən üçün can qoyduq, qan tökdük. Amma bugün həqiqətən haqsızlığa rastlaşmışıq. Xahiş edirəm hər birinizdən. Mənim müraciətimi paylaşın. Sosial şəbəkələrdə qoyun dövlət qurumları, ölkə başçısı da bu məsələyə bir qiymət versin, bir tapşırıq versin, göstəriş versin ki, bəs cənab prezidentin sərəncamını, fərmanını, göstərişinə qulaq ardına vurmaq olmaz. Cənab prezident deyir bunu, mən demirəm. Deyir ki, şəhid ailələrinə incitmək olmaz. İşdən azad eləmək olmaz. Mənim nöqsanım yox, bir şeyim yox. Məni niyə işdən azad eləyirsiniz? Məni əgər indi bu əmək müqaviləsi ilə işləyiriksə, onda başqa yerdən bir işlə təmin eləyin, ondan sonra biz də gedək başqa bir yerdə işləyək. Əziz izləyicilər, Allah'ın olsun təzyiqim qalxıb, danışa da bilmirəm. Hər birinizdən xahiş eləyirəm. Bu videoya rəy bildirəsiniz. Bu videonu paylaşasınız. Mən bunu TikTok'da da paylaşacağım. Bütün Facebook'da da paylaşacağım. Instagram'da da paylaşacağım. Yəni bunu ictimailəşdirin. Sizin hər birinizdən xahiş edirəm. Onsuz da bu ölkədə ancaq şəhid ailələri sağ olsunlar, var olsunlar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhid ailələri bir-birə dəstək olur. Yəni mən dövlət qurumlarından özümə qarşı çox haqsızlıq gördüm. Hər birinizdən xahiş edirəm bu məsələyə öz qiymətinizi verib rəy yazasınız. Təşəkkür edirəm hər birinizə.